ABŞ-İran-İsrail müharibəsi yaxın şərqdə enerji böhranı yaratdığı kimi su qıtlığına da səbəb ola bilər. Bölgə indi də bu təhlükə ilə üz-üzədir. Duzsuzlaşdırma zavodları hədəfə çevrilib. Duzlu su krallıqları adlanan körfəz ölkələri risk altındadır. Bölgədə su təminatının böyük hissəsi dəniz suyunun duzsuzlaşdırılması müəssisələrindən asılıdır. Bəhreyn İranın hücumları səbəbindən belə zavodlara zərbə dəydiyini açıqlayıb. Həmin müəssisənin dəniz suyunu emal edərək sakinləri şirin su ilə təmin etdiyi bildirilib. Hətta bir neçə nəfərin yaralandığı iddia olunur. Bu, regionda su infrastrukturu üzərinə hücumların artıq başladığını göstərən ilk hadisələrdən sayılır. Eyni zamanda İranda iddia eləyir ki, Qeşim adasında yerləşən duzsuzlaşdırma zavodu hücuma məruz qalıb. Hadisə nəticəsində 30 kəndin su təchizatının pozulduğu bildirilib. Bir neçə ölkədə suyun duzsuzlaşdırılması zavodlarına edilən hücumlar barədə məlumatlar var. Dünya Səhiyyə Təşkilatındakı həmkarlarımız bütün bunların sağlamlığa təsirlərini xüsusilə diqqətlə izləyirlər. Yaxın Şərq bu son gərginlikdən əvvəl də böyük humanitar ehtiyaclarla üz-üzə idi. Körfəz ölkələri quraq iqlim və qeyri-müntəzəm yağıntılar səbəbindən su qıtlığı problemi yaşayır. Təbii şirin su ehtiyatları çox məhduddur. Körfəz Tədqiqat Mərkəzinin 2020-ci il hesabatına görə yeraltı sular duzsuzlaşdırılmış su ilə birlikdə bölgənin əsas su ehtiyatının təxminən 90%-ni təşkil eləyir. İqlim dəyişikliyi yeraltı suların pisləşməsinə səbəb olduğu üçün region ölkələri dəniz suyunun duzsuzlaşdırılmasına başlayıb. Bu, Bəhreyn, Küveyt, Qətər kimi kiçik və su çatışmazlığı olan ölkələr üçün əsas şirin su mənbəyidir. Birləşmiş Ərəb Əmirliklərindən Küveytə qədər uzanan Ərəbistan körfəzi sahillərində 400-dən çox duzsuzlaşdırma zavodu yerləşir. Birləşmiş Ərəb Əmirliklərinin içməli suyunun təxminən 42%-i belə müəssisələrdən gəlir. Küveytdə isə bu rəqəm 90, Omanda 86 və Səudiyyə Ərəbistanında 70%-dir. Həmçinin bu proses bölgədə iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayıb. İndi İran müharibəsində su təchizatının silahlandırılmasını nələrə gətirib çıxardığını görürük. Yaxın Şərq, xüsusən də bu bölgə xarici su təchizatından çox asılıdır. Duzsuzlaşdırma zavodları müharibədə böyük bir çaxnaşmaya və ya hədəfə çevrilməyə meyillidir. Duzsuzlaşdırma zavodları daim müharibə zamanı körfəz ölkələrinin zəif nöqtəsinə çevrilib. 1990-1991-ci illərdə körfəz müharibəsi zamanı İraq Küveytin duzsuzlaşdırma potensialının əksəriyyətini qəsdən məhv edib və su təchizatına ciddi ziyan dəyib. Yəməndəki vətəndaş müharibəsi zamanı Husilər Səudiyyə Ərəbistanının limanlarına, neft obyektlərinə və duzsuzlaşdırma zavodlarına qarşı hücumlar həyata keçiriblər. Körfəz ölkələri Husilərin bölgədə fəallaşması fonunda sözü gedən müəssisələrin müdafiəsini gücləndirdi. Duzsuzlaşdırma zavodlarının hərbi hədəfə çevrilməsi körfəz ölkələrinin su təhlükəsizliyi üçün böyük risk yaradır. Analitiklər bu hadisənin təkcə ciddi eskalasiya deyil, həm də münaqişənin daha geniş mülki təsir göstərə biləcəyinin işarəsi olduğunu bildirirlər. Neft obyektlərinin də vurulması havanı çirkləndirir. Nəticədə bölgədə turşu yağışlarının yağmasına səbəb olur. İstixana qazı emissiyaları artır. Çirkləndiricilər binaların üzərinə çöktükcə və su hövzələrinə qarışdıqca, yanğınlar söndürüldükdən sonra belə uzun müddət qalaraq dəniz ekosistemlərini təhlükə altına sala bilir.